Hər vaxtınız xeyir. Keçən dərs 1-ci və 50-ci suala kimi baxmışdıq. Atomun quruluşuna aid hesablamalar mövzusundan. İndi 51-ci sualdan davam edək. 51-ci sualda nə deyir? 51-ci sualda deyir ki, X SO4 birləşməsindəki X metalı sıra nömrəsi 10-a yaxın olan nəcib qazın sıra nömrəsindən 3 ədəd əski olan Y qeyri-metalı hansı birləşməni əmələ gətirir? Uşaqlar, biz bilirik ki, nəcib qazlar təsirsiz qazlardır. Təsirsiz qazlar 8-ci qrupda yerləşir. Və bundan 3 ədəd əski olan Y qeyri-metal deyirsə, bu gəlir neçənci qrupa düşür? 5-ci qrupa düşür. Deməli, Y qeyri-metalı 5-ci qrupda yerləşir. Və X metalı deyir, hansı birləşməni əmələ gətirir. Uşaqlar, ümumiyyətlə bunu yadınızda saxlayın. Qeyri-metal sadə birləşmələrdə və yaxud da ki, metallarla birləşəndə minimum valentlik və minimum oksidaşma dərəcəsi göstərir. Minimum oksidaşma dərəcəsi göstərir. O zaman biz bu nəzəriyyəyə nəzərən birləşmənin oksidaşma dərəcəsini, daha doğrusu birləşmənin formunu rahatlıqla tapa bilərik. Gəlin X və Y-in valentliyini və yaxud da ki, oksidaşma dərəcəsini müəyyən edək. Deməli, X SO4. Mən bilirəm ki, SO4 turşu qalığı H2SO4-dən gəlir. H2SO4-dən 2 hidrogeni qoparanda qalır SO4 qalığı və hidrogenin sayı qədər ona yük olacaq. 2 mənfi. Deməli, SO4 qalığı, turşu qalığı 2 valentliymiş və yaxud da 2 mənfi oksidaşma dərəcəsi göstərir. Bu 2 valentlidirsə, onda X neçə valentli olacaq? Bu da 2 valentli olacaq, çünki indeksi yoxdur. Deməli, X metalımızı tapdıq ki, X metalı deməli 2 valentlidir və yaxud da ki, müsbət 2 oksidaşma dərəcəsi göstərir. İndi Y qeyri-metalına baxıram. Deməli, Y qeyri-metal 5-ci qrupda yerləşir. Nə qeyd etdik? Qeyd etdik ki, qeyri-metal birləşmələrdə, sadə birləşmələrdə minimum valentlik və minimum oksidaşma dərəcəsi göstərir. O zaman mən Y-in minimum oksidaşma dərəcəsini tapa bilərəm. 5-ci qrupdursa, minimum oksidaşma dərəcəsi necə tapılırdı? Qrup nömrəsindən 8-ə çıxmaqla. Deməli, Y-in minimum oksidaşma dərəcəsi olacaq neçə? -3. X-də neçə idi? Müsbət 2. İndi bunları birləşdirsəm, mən bilirəm ki, müsbət oksidaşma dərəcəsi göstərən solda yazılır. Mənfi oksidaşma dərəcəsi göstərən isə sağda. Bu oldu müsbət 2, bu da oldu -3. İxtisar getmir, çarpaz formada yazır. X3, Y2. Cavabımız olacaq Y bəndi. Daha sonra 52-ci sual. Atom və ya ion bizə verib X və yaxud da ki, Y. Elektronu X-in elektron sayını M-lə, proton sayını N ilə, Y-in elektron sayını N ilə, proton sayısı M ilə ifadə edir. N böyükdür M olarsa, N M-dən böyükdürsə, hansı ifadələr doğrudur? Uşaqlar, N M-dən böyükdür, burada da N M-dən böyükdür. Proton sayı elektron sayımızdan böyükdürsə, nədir? Bu kationdur. Elektron sayı proton sayından böyükdürsə, bu nədir? Aniondur. İndi yoxlayaq. Y deyir neytral atomdur, xeyir, səhvdir. X kationdur, bəli. Y aniondur, bəli. Doğrudur dediyi üçün cavabımız olacaq 2, 3. Daha sonra 53-cü sual. X-N ionu, Y müsbət ionu 2 elektron verdikdə yükləri bərabərləşərsə. Baxaq. Deməli, X-N 2 elektron verdikdə Y müsbət ionunun deməli Y müsbət ionuna 2 elektron verdikdə yükləri bərabərləşərsə. Deməli, uşaqlar, burada bir şey başa düşməlisiniz ki, X-N ionu nə qədər elektron verirsə, Y müsbət ionu da onun verdiyi elektronu alacaq. Deməli, onda Y müsbət 2 elektron neyinir? Alır. Y müsbət 2 elektron alanda hansı vəziyyətə gələcək? 2 elektronu alırsa olacaq -1. Deməli, X-N 2 elektron verdikdə bunların yükləri bir-birinə bərabər olur deyir. Onda bunda yük nə qədər olacaq? -1. İndi mən buradan N-i müəyyən edə bilərəm. Deməli, 2 elektron verib -1-ə gəlibsə, bunun elektron sayı nə qədər olacaq? Elektron sayımız olacaq nə qədər? 2 elektron verib -1-ə gəlib. Onda olacaq -3. N bərabərdir -3. Uşaqlar, ya bunu ədəd oxundan eləyə bilərsiniz, ya da ki, qısa formada yadınızda qalsın deyə necə eləyə bilərsiniz? Deməli, N-dən bu üstündəkini çıxsaq həmişə bizə verir nəyi? -1-i. N çıxılsın -2 bərabərdir -1-ə, N üstə gəlir 2 bərabərdir -1-ə, N də bərabərdir nəyə? -3-ə. Bu qaydanı bütün hamısına tətbiq eləyə bilərsiniz, hamısı üçün keçərlidir. Deməli, verilən ionun yükündən elektronun sayını çıxıb biz
daha sonraki bərabərliyin sağ tərəfindəki ionun sayını tapa bilərik. Və yaxud da ki, ədəd oxu ilə tapa bilərsiniz. 2 elektron verdikdə -1-ə gəlirsə, 2 elektron itirdikdə. Deməli, bunun üstünün sayı arta-arta gedib də, yəni üstü müsbətə doğru gedir. Deməli, -3 imiş ki, 2 elektronu da verib itirib, bu müsbətə doğru gedir. Elektronların sayı azalır. Deməli, cavabımız nə olacaq? D bəndi. 54-cü suala baxaq. 54-cü sualda nədir? Deyir, neytral halda elektron sayı 3-cü dövrün təsirsiz qazın elektron sayı ilə 7 vahid çox olan element üçün hansı ifadə doğru deyil? Uşaqlar, 3-cü dövrün təsirsiz qazından söhbət gedirsə, təsirsiz qaz bilirəm ki, 8-ci qrupda yerləşir. O zaman olacaq 3s2 3p6. Deməli, bunun bir elektron sayı 7 vahid çox olan. 7 vahid çox deyirsə 18 elektrondur. 7 vahid çox olursa gəlir 25 elektron. Onda mənim X atomumun 25 elektronu var. Bu 25 elektronu paylasam. Necə paylayacaq qısa formada? 4s2 daxil olmaqdan bilirəm ki 20 elektrondur. O zaman 4s2 3d5. Elektron konfigurasiyam bu formadadır. Deyir, doğru deyil. 4-cü dövr elementidir. Bəli, doğrudur. S-in qarşısı dövrü göstərir. Ən böyük və ən kiçik oksidaşma dərəcələrinin cəmi müsbət 6-dır. Baxaq uşaqlar, D yarım qrupuna söhbət gedirsə, bu nədir? Metaldır. Metalların maksimum oksidaşma dərəcəsi qrup nömrəsinə uyğundur. Minimumisi nədir? 0-dır. Deməli, 7-ci əlavə yarım qrup elementinin maksimum qrup nömrəsinə uyğun olaraq müsbət 7 olacaq. Minimumisi neçə? 0. Onda ən böyük və ən kiçik oksidaşma dərəcələrinin cəmi müsbət 6-dır deyirsə, səhvdir. Metaldır, doğrudur. D elementidir, doğrudur. Normal halda 5 cütləşməmiş elektronu var. Bəli, dediklərin hamısı cütləşməmişdir. Cavabımız olacaq B bəndi. Daha sonra 55-ci sualda bizə X və Y elementi verir. Qrupun nömrəsini, dövrün nömrəsini və neytron sayını verir. X və Y elementlərindən əmələ gələn birləşmənin formulunu və nisbi molekul kütləsini müəyyən edin. Deməli, biz X və Y-in elektron konfigurasiyasını müəyyən etsək, daha sonra nisbi molekul kütlələrinə baxarıq. İlk öncə elektron konfigurasiyasını müəyyən edək. Deməli, X-i verir onsuz bizə. X olacaq 3-cü dövr 1-ci qrup elementi 3s1, Y olacaq 2-ci dövr 7-ci qrup elementi 2s2 2p5. Deməli, uşaqlar, S-in qarşı dövrü üstlərin cəmi qrupu verir. Ona uyğun şəkildə paylayırıq. Daha sonra, deməli, X-in proton sayı nə qədər oldu? X-in proton sayı oldu 11. Neytron sayı nə qədərdir? 12. Onda X-in ayeri nə qədər olacaq? 23. Bu natriumdur. Daha sonra Y-in proton sayı 9'dur. Neytron sayı da 10'dur. Bu da elə də 19. Bu da hansı elementdir? Fluordur. Deməli, X, Y elementlərinin əmələ gələn birləşmə formulunu və nisbi molekul kütləsini müəyyən edin. Deməli, uşaqlar, formul necə tərtib olunur? Elektronların sayına baxırıq. Üstü kiçik olan, üstlərinə baxıram. Elektron sayına, xarici təbəqədəki elektronların sayına. Üstü kiçik olan elektronların hamısını verir. Üstü böyük olan isə 8-ə tamamlayır oktet qaydasına görə. Deməli, bu necə? 1 elektron verir. Y isə 8-ə tamamlayır. 8-ə tamamlaması üçün neçə elektron çatmır? 1 elektron çatmır. Yəni, bu da 1 elektron alır. Müsbət oksidaşma dərəcəsi göstərəni sola, mənfi oksidaşma dərəcəsi göstərəni sağa yazılır. Bu oldu müsbət 1, bu mənfi 1. İxtisar getmir ilə formulumuz X, Y şəklindədir. Daha sonra deyir ki, nisbi molekul kütləsini müəyyən edin. Nisbi molekul kütləmiz nə qədər olacaq? 23 və 19-un cəmi 42. Cavabımız olacaq Y bəndi. Uşaqlar, əgər elementi əzbər bilirsinizsə, bəli, valentliyinə uyğun şəkildə formulu tərtib edə bilərsiniz. X natriumdur, Y fluordur, əmələ gəlir natrium fluordur. Lakin bu elementlərin hansı olduğunu bilmirsinizsə, birləşmənin tapılması bu qaydadadır. Üstü kiçik olan elektronların hamısını verir, üstü böyük olan oktet qaydasına görə 8-ə tamamlayır. Çünki xarici təbəqəmiz maksimum 8 elektron tuta bilir. 2s2 2p6 vəziyyətində ola bilər. 2s2 2p5 olduğu üçün 1 elektronu çatmır, o 1 elektronu da alır. 56 bənzəri özünüz baxarsınız. 57-ci sual. Deməli, bizə uşaqlar hissəciklər verir. Elektron saylarını, proton saylarını və nisbi atom kütlələrini verir. Nəyi soruşur bəs?
İzotopları müəyyən edin. İzotop nə idi? Proton sayı eyni olan element atomları izotop adlanır. Deməli, baxaq. T elementi 20 protonu var. Z elementinin 18 elektronu var. 1 elektron alıb 18'e gəlsə 17 protonu var. Daha sonra elektron sayı 16'dır. Elektron neytral olduğu için proton sayı da 16'dır. Elektron sayı 18'dir. 2 elektron alıb 18'e gəlib proton sayı olacaq nə qədər? 16. Məndən izotopu soruşursa cavabımız olacaq X ilə Y. Y bəndi. 58-ci sual. Neytral atomda elektron təbəqələrinin sayı 4'dür. Elektron təbəqələrinin sayı nə deməkdir? Digər adıyla desək dövr. Yəni dövrlərin sayı 4'ə bərabərdir. Valent elektronların sayı 1'ə bərabərdir. Elektronları olan orbitalların sayını müəyyən. Uşaqlar, mənə fikir versiniz, elementin əsas yarımqrupda yerləşməsini göstərir. Əsas yarımqrupda yerləşməsinin səbəbini, yəni bu nə üçün mənə vurğulayır? Valent elektronların sayına görə mən bilirəm ki, əsas yarımqrup elementlərində valent elektronları xarici təbəqədə yerləşən elektronların sayı valent elektronların sayına bərabərdir. Tutalım. 4s2 4p4 şəklindədirsə, misal üçün, əsas yarımqrup elementidir. Valent elektronların sayı nə qədər olacaq? Xarici təbəqədəki elektronların cəmi, yəni bərabərdir valent elektronların sayı 6 ya. Bu formadadır. Bu əsas yarımqrup olmalı deməsinin səbəbi buna görədir. 4-cü dövrdür. Valent elektronların sayı nədir? 1'ə bərabərdir. Yəni xarici təbəqədəki elektronların sayı 1'dir. Olacaq onda nə? 4s1. Elektronları olan orbitalların sayı deyir. Elektronları olan orbitalların sayı deyirsə uşaqlar, deməli, baxaq. 1s2, 1s2-də 1 orbital, 2s2-də 1 orbital, 2p6-da 3 orbital, 3s2-də 1 orbital, 3p6-da 3 orbital, 4s1-də də 1 orbital. Cəmləsək 3, 6, 9, 10. Cavabımız olacaq D bəndi. Daha sonra 59-cu suala baxaq. Element hissəciklər şəklində verib sıra nömrələrini də elektron saylarını qeyd edib. Uşaqlar, elektron saylarını eyni hərflə qeyd edibsə, bu nə deməkdir? Bunların elektronlar sayı bərabərdir. Elektronların sayı bərabərdirsə, siz buna rəqəm verə bilərsiniz, sizin üçün daha rahat olsun. Məsələn, 10 deyərəm. Hamısının elektron sayı 10'dur. Sıra nömrəsini məndən soruşur. Deməli uşaqlar, bu katyondur. Katyondursa proton sayı elektron sayından çox olacaq. Məsələn, bu olacaq 11. Elektroneytraldır. Proton sayı elektron sayına bərabər olacaq. Anyondur. Anyondursa proton sayı elektron sayından kiçik olmalıdır. Məsələn, olacaq bu 9. Eni 1 götürürsəm. X, Y, Z elementlərinin protonların sayının azalması sırasını göstərin. Proton sayı ən çoxdur A-da, sonra B, sonra C. Cavabımız olacaq Y bəndi. 60-cı sual. X ve Y elementlerini veriyor. Proton sayı X'in proton sayı A, Y'in proton sayısı B'dir. A plus B cəmi 20'ye, A minus B cəmisi 2'ye bərabərdir. O zaman uşaqlar biz tənlik şəklində yaza bilərik. A plus B 20'ye bərabərdir. A minus B isə 2'ye bərabərdir. Tərəf-tərəfə toplasaq B'lər ixtisar gedəcək. 2A bərabərdir 22'ye. A da bərabərdir neçəyə? 11'e. Aha. A 11'dirsə uşaqlar B nə qədər olacaq? B də olacaq 11 çıxsın 2 9-da. X, Y elementlərin əmələ gətirdiyi birləşmə formulunu müəyyən edin. Bayaq uşaqlar biz 11 və 9'u burada paylamışdıq. 11 3s1 idi, 9'da 2s2 2p5. Necə tapırdı formulu? Üstü kiçik olan elektronların hamısını verir. Üstü böyük olan isə 8'e tamamlayır. Formulumuz olacaq X, Y. Cavabımız olacaq D bəndi. 61 bənzəridir, özünüz baxarsınız. 62-ci sual. Deməli bizə iyonlar verir. Bir də ki elektroneytral atomlar. Ümumi şəkildə isə hissəciklər verir. Və deyir eyni sayda elektronları varsa bu elementlərin proton saylarının azalması sırasını göstərin. Elektron sayı eynidir deyir uşaqlar. Bax buradakı kimi 59-cu sualdakı kimi elektrona bir qiymət verin. Sizin üçün asan olsun. Deməli, Z-də elektroneytral atomda proton elektrona bərabərdirsə, C də bərabərdir neçəyə? 10'a. Deməli, Y anyondur. Anyonda proton elektrondan kiçik olur. Məsələn, N-ə 1 versəm B olacaq neçə? 9.
Katyonda isə proton sayı elektrondan çoxdur. N-ə 1 verdiyimiz üçün A da bərabər olacaq neçəyə? 11-ə. Proton sayıların azalması sırasını deyirsə elə olacaq A, S, B. Cavabımız A bəndi. 63-cü sual. Yenə elektron sayıları eynidir deyir. Proton sayıları isə müxtəlifdir. Deməli uşaqlar, biz H3O-nun elektron sayını hesablaya bilərik və A-nın qiymətini taparıq. Eyni qaydada proton sayını da. Hidrogen atomunun protonu nə qədərdir? 1. 3 hidrogen atomundan söhbət getdiyi üçün 3. Üstə gəlinsin. Oksigen də 8. Müsbət 1 nə deməkdir? 1 elektron verib. Bərabərdir. Neçəyə? 10-la. Elektron sayımız nə qədər oldu? 10. Proton sayımız nə qədər olacaq? Elə bir 1-i çıxmayacaq. Proton sayımız da olacaq 11. Deməli uşaqlar, A və B-ni gətirib yuxarıda və aşağıda yerinə qoysam. 10-a bərabərdir, 12-yə bərabərdir, 10-a bərabərdir, 13-ə bərabərdir. Deməli, N-i və M-i müəyyən etməliyəm. Elektron sayım 10, proton sayım 12-dir. Yükümüz nə qədər olacaq? Proton elektrona 2 vahid çoxdursa, deməli bu 2 elektron verib. Müsbət 2. Proton sayımız 13, elektron sayımız isə 10-dur. 3 vahid çoxdur proton elektron. Deməli 3 elektron neyiniyib? Verib. N müsbət 2, M isə müsbət 3-dür. M N-dən böyükdür. Cavabımız ya A-dır ya Y-dir. B də A-dan böyükdür. Cavabımız olacaq Y bəndi. 64-cü sual bənzərdir. Özünüz baxarsınız. Deməli 65-ci sual. 65-ci sualda nə deyir? 4-cü dövr əlavə yarım qrup elementi. Əlavə yarım qrup elementidir. Neytral atomda olan elektronların ümumi sayı. Uşaqlar mənə S-i, P-ni və D-nin elektron sayını verir. Lakin nə qədər olduğunu bilmirəm. Deməli, mənim elementim 4SX 3DY şəklindədir. Siz düşünə bilərsiniz ki, S2 götürsəm elə buradan tapa bilərəm də A-nın qiymətini. S-ə 8 verərəm, A da olacaq 6. Uşaqlar, bizim 2 dənə istisnamız var idi ki, elektron uçurumu baş verən elementimiz var idi. Xrom və mis. Axı, orada 4S1 şəklində olur. Ona görə mən S2-ni qoymağa tələsməməliyəm. Çünki S-imiz 1 də ola bilər. Lakin mən P yarım səviyyəsində olan elektronların sayını tam bilirəm. Çünki P 2P6-dadır, bir də 3P6-dadır. P elektronumuzun sayı nə qədərdir? 12. Deməli, bunu 12-yə bərabər etsəm, A neçəyə bərabərdir? 5-ə. A 5'ə bərabər. Deməli, D-də 5 elektronumuz var. S-də də neçə elektronumuz var? 7 elektronumuz var. D-də 5 elektronum var. Onda uşaqlar S-i tamamlasaq. 4S-ə kimi 6S elektronumuz var. Onda 4S-ə neçə elektron düşəcək? 1 elektron düşəcək. Ki 7 elektron olsun cəmi. D-ni də tapmışıq. D-də də 5 elektronumuz var. X elementin sıra nömrəsini deyir. Elə bu bizim istisna elementlərimizdən biridir. Elektron uçurumu baş verən xrom elementimizdir. Sıra nömrəsi neçə olacaq? 24. 66-cı sual. Deməli, ionun orbitallarındakı elektronların sayı. Deməli, uşaqlar, D-də 9 elektronumuz var bizim. 3D 9 vəziyyətindədir. Və deyir ki, S-də 6 elektron var, P-də 12 elektron var. Deməli, uşaqlar, bizim 4S0 vəziyyətindədir elementimiz. Çünki 6 elektron varsa S-də 1S2, 2S2 və 3S2 vəziyyətindədir. Bu formada. Elektronları cəmləyib tapa bilərsiniz, bu formada tapa bilərsiniz. Heç bir fərqi yoxdur. Deməli, 2 elektron verib bu hala gəlibsə, deməli, bunun elektronu necə olmalıdır? 3D1, 3D10, 4S1 şəklində. Çünki daxildəki təbəqədəki elektronlar dolur, sonra da xaricdəki təbəqəyə keçir. Yəni, bu üsul biraz ola bilərsə qarışıq gəlsin. Elektronların sayını hesablayıb tapa bilərik uşaqlar. 18, 9 nə qədər edir? 27. 27 elektronumuz var. 27 elektronumuz var. 2 elektron verib 27-yə gəlibsə olacaq nə qədər? 29. Deməli, 29-u paylasam 4S1, 3D10. Çünki bu elementimiz elektron uçurumu baş verən elementimiz istisnalıq təşkil edir. Elektron konfigurasiyası bu formada baş verir. S-dəki bir elektron D-yə uçur.
Deməli, dövr və qrupunu müəyyən edirsə, S-in qarşısı dövrü göstərir. Uşaqlar, burada bir dənə istisnamız var. Qeyd etmişik ki, D yarım səviyyəsindəki elektronlar tam dolarsa, onun üzərindəki rəqəm nəzərə alınmır. D-dəki rəqəm nəzərə alınmayacaq. Ona görə neçənci qrupdur bu? Birinci qrupdur, lakin əlavə yarım qrup olması nəzərə alınır. Çünki D itmir axı, D buradadır. Ona görə bu neçənci olacaq? Dördüncü dövr, S-in qarşısı. Cavabımız ya B idi, ya D idi, ya Y idi. Neçənci qrup olacaq? Birinci qrup olacaq. 10 nəzərə alınmır tam dolanda. Lakin əlavə yarım qrup. 4, 1, B qrupu. 67-ci sual. 67-ci sualda nə deyir? Deyir ki, Xn iyonu elektron sayını A ilə ifadə edir. Proton sayını isə A plus 1 ilə. Baxaq. Elektron sayı A'dır. Proton sayısı A plus 1'dir. Uşaqlar, fikir verirsiniz, proton sayı elektron sayıyla bir vahid çoxdur. Deməli, bu katyondur. Bir elektron verib, elektron sayısı A'dır. Proton sayı elektron sayıyla bir vahid çox olduğu üçün yükümüz neçə olacaq? Müsbət 1. Cavabımız olacaq D bəndi. 68-ci sual. 0,2 mol XH3 maddəsinin kütləsi 3,4 qramdır. X atom nüvəsində 7 neutron varsa, X3 mənfi ionunda neçə elektron var? Deməli, uşaqlar, bunu necə tapacaqsınız? 0,2 molunun kütləsini verirsə, mən orada 1 molunun kütləsini tapa bilərəm. Bunu 1 mola gətirəcəm. Bu maddə miqdarı Avogadro qanunu mövzusuna aiddir. Sizə həmişə belə molla verirsə şərti formada 0,2 molun kütləsi 3,4 qramdır. O zaman həmişə 1 mola gətirməliyik. Onda 1 molun kütləsi nə qədər olacaq? 17 qram. Deməli, mənim XH3 birləşməmin kütləsi nə qədərmiş? 17 qram imiş. Mənə X atom nüvəsindəki neutron sayını verirsə, uşaqlar, və elektron sayını soruşursa, deməli, mən bunun proton sayını bilməliyəm da. Onda mən X maddəsinin kütləsini tapsam, daha sonra X-in proton sayını tapa bilərəm. Buradan yazaq. X plus 3 bərabərdir neçəyə? 17-yə. X da bərabərdir neçə? 14 qrama. Deməli, X atomunun A yeri nə qədər imiş? 14 imiş. Neutron sayını bizə verir 7. Proton sayı nə qədər olacaq? 7. Çünki A yer bərabərdir proton və neutronun cəmini. Proton sayımız 7-dir. 3 mənfi nə deməkdir? 3 elektron alıb. Bunda elektron sayımız olacaq nə qədər? 10. Cavabımız olacaq B bəndi. Daha sonra 69-cu sual. X2 müsbət ionunda elektronların sayı 36-ya bərabərdir. X-in nisbi atom kütləsi 88-dir. X atom nüvəsində neçə neutron var? Deməli, elektron nəzərən protonu tapa bilərik. 36 elektronu varsa nə qədər proton olacaq? 38 protonu var. A yeri 88-dir. Neutron sayımız nə qədər olacaq? 88-ə 38-i çıxacaq. Cavabımız A bəndi. Deməli, 71-ci sual uşaqlar 68-dən bənzərdir, özünüz baxarsınız. Amma 70-ci suala baxaq. 0,2 mol X2S3 birləşməsinin kütləsi 3 qramdır. Neytral X elementinin qısa elektron formulu bu formada olarsa, X atom nüvəsində neutronların sayını müəyyən edin. Deməli, bu uşaqlar, bu sual da asandır. Sadəcə olaraq sizə elektron açıq formada vermir, elektron konfigurasiyasını verir. Ona uyğun şəkildə elektron sayını müəyyən edəcək. Nə demişdik? Bunu 1 mola gətirməliyik. 0,2 molunun kütləsi 3 qramdırsa, görək bəs 1 molunun kütləsi nə qədərdir? X qram. Deməli, 3-ü nəyə böləcəyik? 0,2-yə böləcəyik. Bu da eləyəcək 150 qram. Deməli, X2S3 birləşməmizin kütləsi nə qədərmiş? 150 qram imiş. Mən deməli, X-in A yerini müəyyən etsəm, X-in A yerini müəyyən etsək, daha sonra neutron sayını tapa bilərik. Deməli, X2S3 birləşməsinin emerini tapsaq uşaqlar, 2x üstə gəlinsin, 3-ü 32-yə vursaq 96 bərabərdir neçə? 150-yə. Buradan x-i tapsaq, 2x bərabərdir 44-ə, x bərabərdir neçəyə? 22-yə. 54-ə, üzr istəyirəm. X bərabərdir 2x bərabərdir 54-ə. X də bərabərdir neçəyə? 27-yə. X-in A yeri 27-dir. Mənə deyir ki, neytral X elementinin neytral halda elektron sayı bu qədərsə, elə bunun proton sayıdır. Proton sayımız nə qədər olacaq? 13.
2p6 daxil olmaqla 10 elektron əvvəldədir. 3 elektron da burada 13 elektron. Deməli x 27, 13 də proton sayıdır. Neutron sayımız nə qədər olacaq? 14. Cavabımız olacaq A bəndi. 71 bənzəridir, özünüz baxarsınız. Yenə eyni qaydada 72 bənzəridir, özünüz baxarsınız. 73-cü sual. 73-cü sualda nə deyir? Mənə elementlər verir. X, Y, Z elementi. Dövrü sistemdə bu elementlərin deməli mövqeyini müəyyən edir. Neçənci dövrdə yerləşdiyini və hansı element ailəsinə daxil olduğunu bildirir. Və mənə 1, 2, 3 şərti verib ki, bu reaksiyalardan hansı qeyd? Uşaqlar, bu oksidasiya turşu duz mövzusuna aiddir, atom mövzusuna aid deyil. Əgər yəni atom ilk dəfə işləyirsinizsə, əvvəlki bazanı sıfırdınızsa, təkrara baxmırsınızsa, bu testdə təkrar deyilsə, bunu işləməyinizə ehtiyac yoxdur. Amma əgər oje təkrar kimi baxırsınızsa, bu testin izahını mütləq şəkildə bilməlisiniz. Deməli, dövrü sistemdə mövqeyi X elementi 3-cü dövrdür və P elementidir. Y elementi 4-cü dövrdür, S elementidir. Z elementi 4-cü dövrdür, D elementidir. Yəni uşaqlar X və Y əsas yarım qrup elementidir bir sözlə. Z isə əlavə yarım qrup elementidir. Daha sonra XO3 3 dənə maddəmiz verib oksidimizi. Bunun su ilə qarşılıqlı təsirini verir. Deməli biz buradan X, Y, Z-in oksidaşma dərəcələrini tapa bilərik. Oksigenin oksidaşma dərəcəsi uşaqlar -2-dir, X olacaq -6, oksigen -2, X olacaq -1, oksigen -2, Z olacaq -2. Sanki uşaqlar müsbətlərin və mənfilərin sayı bərabər olmalıdır. Burada nə qədər mənfi var mənim? 6 mənfi varsa, müsbətimin sayı da mənfi sayı qədər olmalıdır. Yəni müsbətlərin və mənfilərin sayı ədədi qiymətcə bir-birinə bərabər olmalıdır. Bu formada olmalıdır bu. Biz bunların oksidaşma dərəcələrini tapdıq. Buna nəzərən biz həmin qrupda həmin daha doğrusu element ailəsində onun neçənci qrup olduğunu müəyyən edə bilərik. Deməli 3-cü dövrdür X. Müsbət 6 oksidaşma dərəcəsi göstərir və P elementidir. Bu mütləq şəkildə qeyri-metaldır. Çünki mən bilirəm ki, S elementləri metaldır da və 3-cü qrupdan da P1 deyə bilərik. 6-cı qrupdur. 3-cü dövr X 6-cı qrup elementidir. 3S2, 3P4. Daha sonra Y 1-ci qrupdur. 4S1 olacaq o zaman. Z isə 2-ci qrupdur və 4-cü dövrdür. Lakin D elementidir. Bu da olacaq neçə? 4S2. D elementidirsə mütləq şəkildə bunun D'si də var. Deməli bunun D'si tam dolmuş formadadır ki, qrupunda nəzərə alınmır. Müsbət 2 oksidaşma dərəcəsi göstərir. Elektron konfiqurasiyamız bu formada. Deməli, X metal, X qeyri-metaldır uşaqlar. Y metaldır, Z də metaldır. Lakin Z əlavə yarım qrup elementidir. Deməli, uşaqlar, əsas yarım qrup elementlərindən X qeyri-metaldır. X-in əmələ gətirdiyi oksid olacaq turşu oksidi. Turşu oksidi adi şəraitdə su ilə reaksiyaya gedir, turşu əmələ gətirir. Əmələ gələcək hansı birləşməmiz? H2XO4 birləşməmiz. Bunları bilmədiyiniz üçün artıq belə uzun-uzadı yazmaq istəmirəm. Bir sözlə turşu oksidləri su ilə qarşılıqlı təsirdə olur, turşu əmələ gətirir. Daha sonra Y elementimiz metaldır və əsas yarım qrup elementidir. Metallar aktiv metaldır, demək bu qələvi metalı. Qələvi metalı su ilə qarşılıqlı təsirdə, qələvi metalın oksidi su ilə qarşılıqlı təsirdə olduqda reaksiya adi şəraitdə gedir və əsas əmələ gətirir. Daha sonra Z isə əlavə yarım qrup elementidir, metaldır. Əlavə yarım qrup elementləri uşaqlar pasiv metallardır. Pasiv metalların oksidləri su ilə qarşılıqlı təsirdə olmur. Ona görə bizim cavabımız olacaq hansı reaksiya gedir deyirsə 1, 2, Y bəndi. Davam edək 74-cü sual. 74-cü sualda nə deyir? Normal halda cütləşmiş elektron X və Y elementi verir. Normal halda cütləşmiş elektronların sayı və tək elektronların sayını tapmalıyıq. Deməli, uşaqları X 24-dür. Xahiş edirəm, 24-ü götürüb 4S2, 3D4 şəklində paylamayın. İstisna cəmsi 2 dənə elementimiz var. Bir xrom, bir də ki mis. Bu iki elementdə elektron uçurumu baş verdiyi üçün S-də 1 elektron olur. Ona görə elektron konfiqurasiyamız olacaq uşaqlar 4S1, 3D9 3D10 şəklində. 16-nı da paylasaq 3S2, 3P4.
Deməli, elektron konfigurasiyamızı yazdıq. Normal halda cütləşmiş elektronlarsa və tək elektronların sayını deyir. Uşaqlar, mən tək elektronların sayını tapsam, ümumi elektron sayından tək elektronların sayını çıxıb, daha sonra cütləşmişi tapa bilərəm. Bu daha rahat üsuldur. Tək elektronlarımızın sayı nə qədərdir? 1 elektronum təkdir. Deməli, onda cütləşmiş elektronlarım sayı nə qədər olacaq? 24-dən 1-i çıxaram. Özür istəyirəm uşaqlar. 24 mən 29 alımda tutub paylamışam. 4s2 3d5. Tək elektronlarımızın sayı nə qədər olacaq? İndi bir də baxaq. Deməli, S-də bir tək elektron, D-də də ki 5 tək elektron var. Deməli, tək elektronlarımız sayı oldu 6. Ümumi elektron sayı 24 deyil. 6-sı təkdirsə, deməli, qalanları cütdür. 18 elektronumuz olacaq, cüt elektron. Daha sonra 16, 3s2, 3p4. P-də neçə tək elektronumuz var? P 3 orbital uşaqlar. İkisi təkdir. 2 tək elektronum var. Deməli, yerdə qalan 14 isə cüt elektrondur. İndi nisbətləri müqayisə edək. A və B-nin nisbəti 3-ün 1-ədir. A ilə B-nin nisbəti 3-ün 1-ədir. Bəli, düzdür. Daha sonra S ilə B-nin cəmi, S ilə B-nin cəmi elədir 20. A ilə D-nin cəmindən nədir? Kiçikdir. Xeyr, bərabərdir. Bu səhvdir. S ilə D-nin nisbəti 7-nin 1-ə nisbətidir. Bəli, düzdür. Cavabımız olacaq 1, 2. 1, 3. Y bəndi. 75 bənzərdir, özünüz baxarsanız. 76-cı sual. 76-cı sualda nədir? X, Y və Z əsas yarım qrup elementlərindən biri ikinci qrup. Deməli, qeyd edək, biri ikinci qrupdur. Digəri 6-cı qrupdur. Üçüncüsü isə 4-cü qrupdur. X-in sıra nömrəsi 14-dür. Uşaqlar, X-i paylayın onda. 3s2, 3p2. Neçənci qrupdur? 4-cü qrupdur. Deməli, X 4-cü qrup imiş. Y-in protonlarının sayı X-in protonların sayının 6 ədəd çoxdur. Deməli, Y 20 imiş. Paylasam uşaqlar. 4s2 daxil olmağa 20 elektronursa elə 4s2. Neçənci qrupdur? 2-ci qrupdur. Y ikinci qrup imiş. Hansı element qaldı? Z qaldı. Z də deməli 6-cı qrup olacaq. X4, Y2, Z də 6. Cavabımız olacaq C bəndi. 77-ci sual. X2, Y, O3 birləşməsindəki Y elementi ikinci dövrün 4-cü qrupun əsas yarım qrupunda yerləşir. Və atomunun nüvəsində 6 neutron var. Bu birləşmənin nisbi molekul kütləsi 106 olarsa, X elementini müəyyən edin. Y elementi ikinci dövrün 4-cü qrupunun əsas yarım qrupunda yerləşir. Deməli, Y ikinci dövr 4-cü qrup. İkinci dövr 4-cü qrupumu yazdım. Və deyir, 6 neytronu var. Deməli, uşaqlar, elektron sayını hesablasaq, neçə elektronu var? 6 elektronu var Y-in. 6 elektronu var, həmçinin 6 protonu var. Çünki elementdən söhbət gedir, elektron neytraldır. 6 da neytronu varsa, yükü nə qədər olacaq? 12. Birləşmənin nisbi molekul kütləsi 106 olarsa, X elementini müəyyən edin. Ümumi bu birləşmənin kütləsi 106-ya bərabərdir. Onda MR-ni hesablasam bu birləşmənin uşaqlar. 2x üstə gəlsin. Y-i tapdım 12, üstə gəlsin. Oksigen 16-dır, 1 atom. 3 atomdan söhbət gedirsə 48. Bərabərdir 106-ya. 2x bərabərdir 46-ya. X də bərabərdir 23-ə. Bu elementi tapın deyib, natrium olacaq elementimiz. 78-ci sual. X2YO4 birləşməsindəki Y elementi bənzərdir uşaqlar. Burada da hər ikisi elementi X və Y-in elektron sayını verir, ümumi birləşməni soruşur. Özünüz baxarsınız. 79-cu sual. X2 müsbət ionunda elektronların sayı 23-dür. Elektronların sayı 23-dürsə uşaqlar, protonumuzun sayı nə qədər olacaq? 25. Daha sonra X-in nisbi atom kütləsi 55-dirsə, X atom nüvəsində neçə neutron var? Çox sadə sual. Daha doğrusu rahat sual həmçinin. Onda neutron sayımız nə qədər olacaq? Əgər proton və neutronun cəminə bərabərdirsə, onda neutron bərabərdir 30-a.
80-ci sual. 3s2 3p5 elektron formuna malik elementin nisbi atom kütləsi 37 olan izotopunun nüvəsində neçə neytron var? Elektron sayımız nə qədər olacaq uşaqlar? 10 elektron əvvəldə, 7-si də burada 17. X elementinin və ya atomunun 17 protonu var. Atom kütləsi ayırı 37-dirsə, neytron sayını istəyir. Neytron sayımız olacaq nə qədər? 20. 81 bənzərdir, özünüz baxarsınız. 82-ci sual. Protonları qədər neytronu olan X və Y atomlarının əmələ gətirdiyi birləşmənin nisbi molekul kütləsini hesablayın. Deməli, protonları qədər neytronu olan X və Y atomların əmələ gətirdiyi birləşmənin nisbi molekul kütləsini hesablayın. Aha, deməli, proton sayımıza tapıb 2-yə vuracaq, bu zaman A'yı tapacaq. Amma X və Y birləşməsinin X və Y atomların əmələ gətirdiyi birləşmənin formunu müəyyən etməliyik. Ona görə əvvəlcə proton sayımızı tapaq. Uşaqlar, bu tərz belə açıq şəkildə atomun quruluşunu verəndə mən elektronların tək-tək sayılmasının tərəfdarı deyiləm. Dövrü müəyyən edin, neçənci dövrdür və o dövrdə yerləşən elektron sayını sayaq ancaq. Deməli, birinci dövr, ikinci dövr, üçüncü dövr, dördüncü dövr. Dördüncü dövrdə neçə elektron var? 2 elektron var. Deməli, olacaq X, 4S2. X elementimizin elektron formulu bu formada. Y-ə baxıram. 1, 2, 3-cü dövr. Neçə elektron var? 1, 2, 3, 4, 5, 6. Y-ı paylasaq onda 3S2, 3P4. Xarici təbəqəsində 6 elektron var. X və Y-in əmələ gətirdiyi birləşmənin formulunu tapaq uşaqlar. Dedik ki, üstü kiçik olan elektronların hamısını verir. Yəni, müsbət 2. Üstü böyük olansa 8-ə tamamlayır. Mənfi 2. Müsbət solda, mənfi sağda yerləşir. Müsbət 2, mənfi 2 ixtisar gedir 1-in 1-ə. Elə formumuz olacaq X, Y. Daha sonra indi bunların A yerini hesablayaq. Protonu qədər neytronu varsa elə mən proton sayını 2-yə vursam, bunların A yerlərini taparım. 4s2 20 elektrondur. Deməli, bunun A yeri olacaq 40. 3s2 3p6 16 elektrondur. Deməli, bunun A yeri olacaq 32. İndi birləşmənin emerini hesablayın deyirsə, X 40-dır, Y də 32-dir. 40 üstə gəlsin 32 bərabərdir neçəyə? 72. Cavabımız olacaq 72. 83-cü sual. Y elementinin valent elektronları ümumi elektronların neçə faizini təşkil edir? Deməli, uşaqlar, 3-cü dövrdür. Neçə elektronu var? 1, 2, 3, 4, 5, 6. Xarici təbəqədəki elektronların sayı valent elektronların sayını göstərir əsas yarım qrup elementlərində. Əlavə yarım qrup elementlərində xarici təbəqədən əlavə biz D yarım səviyyəsindəki elektronlar da valent elektronlarını daxil edirik. Deməli, 6 valent elektronu var. Elementimizin elektron konfigurasiyası olacaq 3s2 3p4. Deməli, ümumi neçə elektron olacaq? 16. Valent elektronlar ümumi elektronlar neçə faizini təşkil edir deyirsə, 16-da 6 vurulsun 100%. Bərabərdir. Nə qədər eləyəcək? Bu 4-ə, bu da 4-ə 25. 2, bu da 3. 75-i də 2-yə böləndə nə qədər eləyir? Deməli, cavabımız olacaq 37,5. Yəni, uşaqlar, bütün elektronlarımız 100%dir. Valent elektronlar isə x%. O da elə eyni şey gəlir. Yəni, fərqi yoxdur. 16-da 6 ya da tənasüb qurun. Sizin üçün hansı üsul rahatırsa eləyə bilərsiniz. 84-cü suala baxaq. Deməli, elementlər verir. X elementi, Y elementi, neytron sayını və normal halda atomun qısa elektron formulunu verir. Deməli, X elementimizin neytron sayı 7-dir. Elektron sayımızda nə qədər olacaq? 7. Y-in neytron sayı 8-dir. Elektron sayı nə qədər olacaq? Elə 8. Əvvəldə də 1s2, 2s2, 4, 4, 8. X2, Y3 birləşməsinin nisbi molekul kütləsini hesablayın deyir. X-in ayrı uşaqlar 14-dür. Y-in də ayrı olacaq 18. Hesablayaq. X 2 atom olduğu üçün 2 vurulsun 14 üstə gəliz. Y-də 3 atomdur. 3 vurulsun 16.
28 üstə gəlinsin 48 bərabərdir neçəyə? 76-ya. 85 bənzərdir, özünüz baxarsınız. 86-cı sual. X2 müsbət ionunda 24 elektron olarsa, X elementinin atomunda normal halda neçə cütləşməmiş elektron var? Deməli, uşaqlar, 24 elektronu varsa neçə protonu var? 26 protonu var. Paylasaq 4s2, 3d6. Normal halda neçə cütləşməmiş elektronu var deyirsə, uşaqlar, ancaq d-yə baxacağım. S-dəkilər cütləşmiş haldadır. Bunu biraz balacalaşdırın. Xanalara sığmır. Deməli, əvvəlcə tək-tək doldururuq. Sonra nə edirik? Cütləşdiririk. Neçə tək elektronu var deyir? 4 tək elektronumuz var. Cavabımız olacaq nə? 4. 87-ci sual. İyonlar verib. Z2 müsbət iyonu, T2 mənfi iyonu. Elektron sayıları eynidir. Proton sayı isə müxtəlifdir. Deməli, uşaqlar, T-yə nəzərən gedək birinci. Çünki orada biri məlumdur. Proton sayı nə qədərdir? Y plus 15. Qeyd edək. Proton sayımız Y plus 15'dir. Elektron sayımız isə X-dir. Deməli, elə gəlin Z-dəkilər də yerinə yazaq. Elektron sayı tərsinə yazmışım. Bu proton sayımızdır. Bu elektron sayımızdır. Elektron sayı X'dir. Proton sayı X plus Y. Deməli, yuxarıdakını da həll edək onda. Proton sayı nəyə bərabər olacaq daha doğrusu? Deməli, elektron sayımız nəyə bərabər olacaq? Müsbət 1 nə deməkdir? 1 elektron verib. X plus Y çıxılsın 1 bərabərdir X-a. Uşaqlar, hər tərəfdəki X-i ixtisar aparsaq, Y bərabərdir 1-ə. Aha, Y-imizi tapdıq. Gətirib bu Y uşaqlar burada yerinə qoysam, T-nin proton sayı nə qədər olacaq? T-nin proton sayı olacaq 16. 2 mənfi demək 2 elektron alıb. Onda elektron sayımız nə qədərdir? 18. Elektron sayımız 18. X bərabərdir 18-ə. X bərabərdir 18-ə. Z-in sıra nömrəsi məndən soruşur uşaqlar. Y-i tapmışdıq. Y də neçəyə bərabərdir? Y də bərabərdir 1-ə. Z-in sıra nömrəsi deyilsə, yəni proton sayı X plus Y deyildi. Onda X-in yerinə 18, Y-in yerinə 1-i qoyacağım. Z-in proton sayının oldu neçə? 19. Cavabımız olacaq 19. 88 bənzəridir, özünüz baxarsınız. 89-cu sual. 89-cu sualda nə deyir? Əsas yarımqrup elementləri X və Y. Atomun xarici elektron təbəqəsində elektronların sayını verib, X və Y elementlərindən əmələ gələn birləşmənin 1 molunda neçə mol elektron var? Uşaqlar, elektron konfigurasiyasını artıq özü bizə verir. 3s-də 1 elektron, 3p0. Deməli, X-in elektron konfigurasiyası necə olacaq? 3s1 şəklində. Y-in də S-də 2 elektron, P-də 5 elektronu var. Onda 3s2, 3p5 şəklindədir. X və Y elementlərindən əmələ gələn birləşmənin 1 molda neçə mol elektron var deyirsə, gəlin biz X və Y-in əmələ gətirdiyi birləşmənin formunu tapaq. Qeyd etdik, üstü kiçik olan elektronların hamısını verir. Üstü böyük olan isə 8-ə tamamdır oktet qaydasına görə. -1. Elə formumuz olacaq X, Y. Əmələ gələn birləşmənin 1 molunda neçə mol elektron var deyirsə uşaqlar, deməli 3s1 11 elektrondur. 3s2 3p5 də 17 elektron. Deməli neçə elektron var cəmsi? 28 elektronu var. Cavabımız olacaq neçə? 28. Davam edək. 90-cı sual. X23 atomunun valent elektronları neçə faizi xarici elektron təbəqəsində yerləşir? Uşaqlar, baxın, bu 83-cü suala bənzərdir. Elektron konfigurasiyasını yazıb, xarici təbəqədəki elektronların sayına baxacağıq. Görək o ümumi elektronlar neçə faizini təşkil edir? Deməli, 23-ü paylasaq uşaqlar.
23'ü paylayaq. 4s2, 3d3. Bayaq biz əsas yarım qrupdan danışırdıq. Qeyd etdim. Əlavə yarım qrup elementlərində valent elektronları xarici təbəqədəki elektronlardan əlavə D yarım səviyyəsindəki elektronlardır. Yəni qısa formada desə, elektron konfigurasiyasını yazanda uşaqlar, bu üslərin cəmi sizə valent elektronlarını verir. Deməli, valent elektronlarımız nə qədərdir? 5-dir. Deyir, bunun neçə faizi xarici elektron təbəqəsində yerləşir? Uşaqlar, xarici elektron təbəqəsi bunlardan hansı olacaq? Əlbəttə ki, 4s. 4 dövrdən təşkil olunmayıb, xaricdə yerləşən 4-cü dövrdə. Deməli, 4-cü dövrdəki elektronlar nə olacaq? Xarici təbəqədəki elektronlar. Valent elektronlarımız isə bu üslərin cəmdir. D-ni nəzərə almaqla. Onda uşaqlar 5-də 2 vurulsun 100%. Bu da eləcək nə qədər? 40%. 91-ci sual. 4-cü dövrdə yerləşən elementin həyəcanlanmamış halda, yəni normal halda P elektronlarının sayı D elektronlarının sayından 4 dəfə çoxdursa, bu element atomunun proton sayını tapın. 4-cü dövrdə yerləşir. Yenə S-də və Y-də, daha doğrusu D-də neçə elektron olduğunu bilmirəm. Amma deyir ki, P elektronları sayı D elektronların sayından 4 dəfə çoxdursa. P D-dən 4 dəfə çoxdur uşaqlar. Onda P bərabərdir 4D-yə. P-dəki elektronların sayını bilirəm da. 2P6, 3P6. Deməli 12 elektron var. 12 bərabər 4D-yə. D-də bərabər neçəyə? 3-ə. Deməli D-də neçə elektronum var imiş? D-də 3 elektronum var imiş. Uşaqlar, D-də 3 elektron varsa, deməli S-dəki elektronlar da olur ki, D-də də 3 elektronumuz var. Onda hansı vəziyyətdə olacaq? 4s2, 3d3. Proton sayı istəyirsə nə qədər olacaq? 23. 4s2 daxil olmaqla 20 elektron. 3-ü də üzərinə gəlirik. 23. 92-ci sual. X və Y atomu proton sayını, iyonu və iyonda olan elektron sayını verib. Daha sonra Y-də proton sayını tapmalıyıq və B-ni yerinə qoyaraq elektron sayını tapacağıq. Deməli, o da X-dən başlayaq uşaqlar, çünki proton sayını verir. Deməli, X atomunda proton sayı 16-dır. Proton sayı 16-dırsa, X atomunun elə elektron sayı da 16 olacaq, çünki elektron neytraldır. Onda bu iyonun mən elektron sayını tapa bilərəm. Tapaq. 16 üstə gəlinsin 4 vurulsun 8 eləyəcək 32. Üstə gəlinsin 2 müsbət nə demək? 2 elektron alıb. Bu elədir 50. Bu nədir? B-dir. Elektron sayımız 50-dir. Aşağıda yerinə qoysaq B bərabər, daha doğrusu bu iyonun elektron sayı bərabər olacaq neçəyə? 40-a. İndi mən Y-in proton sayını tapa bilərəm. Y üstə gəlinsin 3 vurulsun 8 24. Birbaşa yazaq. 2 mənfi nə deməkdir? 2 elektron alıb. Üstə gəlsin 2 bərabərdir 40-a. Y bərabərdir neçəyə? 14-ə. Cavabımız olacaq 14. 93 mənzəridir, özünüz baxarsınız. 94-cü sual. Deməli, X 2 müsbət və Y 3 mənfi iyonlarının elektronlarının cəmi 20-yə bərabərdir. Uşaqlar, gəlin cümlələri oxuduqca tək-tək tətbiq edək ki, qarışıq olmasın. Elektronlarınız cəmi 20-yə bərabərsə, bunun elektronu tapsam uşaqlar, 2 elektron verib, A-2, gəlin o biri ilə yazaq. Seçmək aydın olsun. A-2, bu isə olacaq 3 elektron alıb B plus 3. Onda A-2 üstə gəlinsin B plus 3 bərabərdir nəyə? 20-yə. Onda A plus B bərabərdir neçəyə? 19-a. Daha sonra X-in protonlarının sayı Y3 müsbət iyonunun elektronlarının sayından 3 dəfə çox olarsa. Uşaqlar, X-in protonlarının sayı nə qədərdir? X-in protonun sayı A-dır. Y3 müsbətin elektronlarının sayından 3 dəfə çoxdursa, Y-in proton sayı nə qədərdir uşaqlar? Y-in proton sayı uşaqlar, bu hər iki maddə də eyni bir maddədir. Yəni bunların proton sayı eynidir. Eyni atomdan söhbət gedir. Bu da Y atomudur, bu da Y atomudur. Ona görə bunların hər ikisinə proton sayı eyni olacaq. Lakin elektron sayı müxtəlif ola bilər. Çünki mənə iyon şəklində verib. Elektron sayı müxtəlif olması normaldır. Lakin eyni atomdan söhbət getdiyi üçün proton sayları eyni olacaq. Onda bunun da proton nə qədərdir? B. Elektron sayı nə qədər olacaq? 3 elektron verir. B minus 3. Aha. İndi gəlin o
X-in proton sayının Y3 müsbət elektron sayına 3 dəfə çox olması tətbiq eləyək. Deməli, X-in proton sayı Y-in elektronların sayından 3 dəfə çoxdursa, onda 3 vurulsun B-3-ə bərabər olacaq. Y-in protonlarının sayını hesablayın deyir. Uşaqlar, mən bu A-nı tapsam burada. 3B çıxılsın 9. Bu tapdığımı A-nı gətirib uşaqlar buradakı A-nın yerinə qoyacağım. Yəni 3B çıxılsın 9 üstə gəlsin B bərabərdir 19-a. 4B bərabərdir 28-ə, B də bərabərdir neçəyə? 7-yə. Y-in proton sayını istəyir. Y-in proton sayı B ilə ifadə olunduğu üçün bizim cavabımız olacaq neçə? 7. Daha sonra 95 bənzəridir. 96-cı sual. 96-cı sualda nə deyir? X 3 müsbət və Y mənfi yanı. Elektron sayları eynidir. Neutron sayı isə A+4 və A ilə ifadə olunub. X, Y3 birləşməsi molyar kütləsi 84 olarsa, X atomunun neutron sayını hesablayın. Aha, deməli uşaqlar, elektron sayını versə mən proton sayını taparam. Daha sonra bunların neutron sayını nəzərəndə A yerini tapacağım. Elektron sayı A'dır. Elektron sayımız A'dır. Proton sayı nə qədər olacaq? A+3. Elektron sayı A'dır. Proton sayı nə qədər olacaq? A-1. Aha, protonumuzu tapdıq. İndi X-in neutron sayı A+4'dür. A yeri nə qədər olacaq? 2A+7. Y-in neutron sayı nə qədərdir? A'dır. Onda Y-in A yeri nə qədər olacaq? 2A-1. Gətirim uşaqlar bu tapdığım A yerləri. Biraz böyük oldu. Tapdığım bu A yerləri uşaqlar bu birləşmədə yerinə qoyun. Deməli, 2A üstə gəlsin 7. Üstə gəlsin. Y 3 atomdur. 3 vurulsun. 2A-1 bərabərdir neçəyə? 84-ə. Bunu açsaq, 2A+7. Üstə gəlsin 6A çıxılsın 3-ə bərabərdir 84-ə. 8A üstə gəlsin 4 bərabərdir 84-ə. 8A bərabərdir 80-ə. A da bərabərdir neçə? 10-a. A-nı tapdım. Mənə deyir X-in neutron sayı. X-in neutron sayı nə qədərdir? A+4. Onda X-in neutron sayı olacaq nə qədər? 14. Cavabımız olacaq neçə? 14. 97-ci sual bənzəridir. 98-ci suala baxaq. X2O molekulunda elektron sayı 10-a bərabərdir. YO2-də isə elektron sayı 32-yə bərabərdir. X və Y-in əmələ gətirdiyi birləşmənin molekulunda elektron sayını hesablayın. Aha, bu rahat uşaqlar. X-in elektron sayı nə qədər olacaq? Oksigenin elektron sayı 8-dirsə, 2x üstə gəlsin 8 bərabərdir 10-a, x da bərabərdir 1-ə. Deməli, X-in sıra nömrəsi neçəymiş? 1 imiş. Y-ə baxıram. Y üstə gəlinsin 32 bərabərdir. Üzr istəyirəm 16. Üstə gəlsin 16 bərabərdir 32-yə. Y də bərabərdir neçəyə? 16-ya. Deməli, Y-in də proton sayı nə qədər imiş? 16 imiş. X və Y-in əmələ gətirdiyi birləşmənin molekulunda elektron sayını hesablayın. Birinci gəlin bunların formulunu tərtib edək. Formulu necə olacaq uşaqlar? Bu olacaq 1s1. Bu da olacaq 3s2, 3p4. Elektron konfigurasiyasını yazdıq. Üstü kiçik olan elektronların hamısını verir. Üstü böyük olan isə 8-ə tamamlayır. Müsbəti sola, mənfini sağa yazırıq. Bu müsbət 1, bu mənfi 2. Olacaq necə? Çarpaz formada. X2, Y. Formulumuz bu formada. İndi nə deyir? Bu birləşmənin elektron sayını tapın. X-in elektron sayı nə qədər idi? 1. Y-in isə 16. Yerinə qoyuram. X 2 atom olduğu üçün 1 vurulsun 2 üstə gəlsin 16 bərabərdir 18-ə. Cavabımız neçə olacaq? 18. Daha sonra 99-cu sual. 99-cu sualı bənzərini baxdıq uşaqlar. Bir dənə mən o sualı sizə tapım. Aha uşaqlar 89 və 99 eyni sualdır. Özünüz baxarsınız. 100-cü suala baxaq. Deməli, X 3 müsbət iyonu və Y 2 mənfi iyonu verib. Bunların elektron sayı eynidir.
Lakin X-də proton və neytron sayı eyni, Y-də isə proton və yenə neytron sayı eynidir. Gəlin o verilən rəqəm hərfləri X və Y-in üzərində qeyd edək. Deməli, və ayır X-in, ayır Y-in fərqini tapmalıyım. Elektron sayımız nə qədər oldu? A. Bunun da elektron sayı nə qədərdir? A. Proton sayını tapsaq uşaqlar, bu olacaq A plus 3, bu da olacaq nə qədər? A minus 2. X-in ayiri nə qədərdir uşaqlar? X-in ayiri nəyə bərabər daha doğrusu? X-in protonu B, neytronu B-dirsə, X-in ayiri bərabər olacaq nəyə uşaqlar? 2B-yə. Çünki proton və neytronun cəmi mənə nəyi verir? Ayiri verir. Bu da eləcə 2B. Y-in ayiri nəyə bərabər olacaq? Yenə eyni qaydada proton və neytronun cəmi mənə ayiri verirsə, bu da olacaq 2-si. Uşaqlar, mən bunu tapmışam da. B-nin yerinə gətirib bunu qoyacağam. C-nin də yerinə gətirib nəyə qoyacağam? Bunu qoyacağam. Proton sayımı və neytron sayımı tapmışam axı. Deməli, onda 2 vurulsun A plus 3 çıxılsın. 2 vurulsun A minus 2 bərabərdir. 2A üstə gəlsin 6 çıxılsın 2A. 2 dənə mənfi olduğu üçün, daha doğrusu mörtəzədən xaricə, bu olacaq müsbət. Üstə gəlsin 4. O da bərabərdir neçəyə? 10-a. Cavabımız neçə olacaq? 10. A'lar ixtisar getdi. Mənfi və müsbət. Deməli, uşaqlar, atomun quruluşuna aid hesablamalar mövzumuzun testləri bu qədər. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlarında video izahını ayrı bir video şəklində paylaşacağım.